Daxili İşlər Nazirliyindən bütün vətəndaşlara çağırış edilib ki, buna qəti inanmayın. İndi ətraflı nədən ehtiyat edilməli olduğunu açıqlayacağam əziz izləyicilər. Hər vaxtınız xeyir. Qısa başlığı ilə qarşınızdayım. Belə ki, sosial şəbəkələrdə hər hansı bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kimlə danışdığını və ya yazışdığını öyrənmək adı altında hər kəsi cəlb edən çoxsaylı paylaşımlara rast gəlinir. Bir çoxları buna aldanır və kimisə izləmək üçün deyilənləri edir. Amma internet segmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür saxta reklamlar və şinikləndirici təkliflərə birmənalı şəkildə inanmamalıyıq, yalandır. Ödəniş qarşılığında saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi şəxsi və bank kartı məlumatlarını ələ keçirmək və son nəticədə vətəndaşların pul vəsaitini talamaqdır. Yəni kiminsə şəxsi məlumatlarını əldə etmə həvəsi sizin öz məlumatlarınızın oğurlanması və ən əsası isə pulsuz qalmanıza gətirib çıxara bilər. Ona görə də heç də yaxşı olmayan həvəsinizə aldanmayın. Bax belə əziz izləyicilər, videonu bəyənib paylaşmağı, həmçinin maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı unutmayın. Ən əsası özünüzdən müğayət olun.